Şüphesizdir ki bir gün hakikat parıldayacak. Azatlık esasını, Birleşmiş Milletler prensipini ve insan haklarını tutan taraf galip gelecektir. Bu galibiyet güneşi, Kızıl İstiklal zulmü altında inleyen aziz vatanımızda 1918-28 Mayıs günü yeniden doğacaktır. Buna katiyen şüphe etmeyiniz vatandaşlar. Üç renkli istiklal bayrağını göçlerinde gezdiren buradaki vatan ailesi bizlerden, orada her cüre korku ve tezyiq altında kalpleri istiklal eşkiyle çırpınan azadlık ailesi sizlere candan selamlar gönderir. 28 Mayıs İstiklal kurbanlarının aziz ruhları huzurunda hürmetle eğilir ve her iki tarafı birleştiren milli büyük hasreti şairin beytiyle dile getiririm. Sen bizimsen, bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azərbaycan. Müsəlman şərqində ilk cümhuriyyət məhz Azərbaycanda yaranmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi, siyasi və ideoloji baxımından olduqca tariximizdə mühüm hadisədir. 28 may 1918-ci ildə Azərbaycan Milli Şurası Tiflisdə toplanaraq İstiqlal Bəyannaməsini qəbul edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını elan etdi. İstiqlal Bəyannaməsində deyilir, Azərbaycan müstəqil və demokratik bir dövlət kimi tanınır. Bütün vətəndaşların dinindən, milliyyətindən, cinsindən asılı olmayaraq hüquq bərabərliyi tanınır. Hakimiyyət xalqın idarəsinə əsaslanacaq. Söz, mətbuat və vicdan azadlığı təmin olunacaq. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk parlamenti respublika idi. Qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi oldu. Qısa müddətdə parlament, ordu, təhsil və diplomatik strukturlar quruldu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında və fəaliyyətində mühüm rol oynamış bir sıra görkəmli şəxsiyyətlər olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və qurğucusu olmuş Məhəmməd Əmin Rəsulzadə və tərəfdaşları. Fətəli xan Xoyski, Əlimardan bəy Topçubaşov, Nəsib bəy Yusufbəyli, Xəlil bəy Xəsməmmədov, Xusrov bəy Sultanov, Səməd bəy Mehmandarov, Əliyara Şıxveyski, Həbib bəy Səlimov, Xəlil bəy Hacınski, Bəhdud bəy Camaşir, Əli bəy Hüseynizadə və adını sadalamadığım bir sıra şəxslər ölkənin siyasi, hüquqi, diplomatik və hərbi əsaslarını qoymuş, müsəlman şərqində ilk demokratik dövlətin qurucuları kimi tarixə düşmüşlər. Evet, gönüller coştu bir sevincin gücü ile, istiqlal sevinci ile, istiqlal sevinci ile. İstiqlal ölkə milletin qəlbində can, istiqlala saadət, həyat, zəfər, şərəf, şan. İstiqlal o sönməyən müəbbət bir məşalə, gönüllərdə tutuşur, gözlərdə sönsə belə. İstiqlal o vətənin köksündən yüksələn ay, istiqlal o sümükdən, qandan yaxılmış saray. İstiqlal o millətin parçalanan bağrından, gəlinlərin, qızların, axan göz yaşlarından. Doğmuş pək mübarək, pək müqəddəs bir ilahdır. Hansı ərkək onu düşmənlərə qatdırar? Sən bizə